Salam Vüsal, salam. Suala baxa bilərsiniz. Baxın. Maraqlı məntiq məsələsidir. İzah eləyərəm bunu. İzah edib linkini sənə göndərəcəm. Deməli, məsələdə bizə nə deyir? Deyir ki, müəllim layihə üzərində işləmək üçün 7 tələbəsindən, hal-hazırda görürsünüz tələbələrin adları hərflərlə qeyd olunub, 3 və 4 nəfərlik 2 işçi qrup təşkil etməlidir. Deməli, qruplardan biri 3 nəfərlikdir, digəri isə 4 nəfərlik qrupdur. Bu zaman aşağıdakılar nəzərə alınmalıdır. Görün bizə nə deyir? N və S müxtəlif qruplarda olmalıdırlar. Mən burada 2 ehtimal yaranır deyə 3 və 4'ü 2 dəfə yazıram. Yəni 3 nəfərlik qrup, 4 nəfərlik qrup 2 dəfə qeyd edirəm. Və N və S bir-birindən fərqli qruplarda olmalıdırlarsa əgər, seçimlərin birində yazıram NS, yəni N'i 3 nəfərlik qrupa, S'i 4 nəfərlik qrupa əlavə edirəm. Digər seçimdə isə əksini yazıram. 3 nəfərlik qrupa S yazıram, 4 nəfərlik qrupa N yazıram. Daha sonra deyir ki bizə T ya S ya Z ilə ikisindən biri ilə eyni qrupda olmalıdır. Bu şərtimizi saxlayırıq. Niyə görə saxlayırıq? Çünki mən hələ Z-nin hara yazıldığını görmürəm. Daha sonra baxın, yazır ki Z mütləq 3 nəfərlik qrupda olmalı. Buna əsasən düşünürəm ki, soldakı ehtimalda, soldakı formada mən Z-i yazıram 3 nəfərlik qrupa, sağdakı yazdığımız ehtimalda da Z-ni yazıram yenə də 3 nəfərlik qrupa. Daha sonra bizə belə bir şey deyir ki, Z və U eyni qrupda olsalar, Z və U eyni qrupda olmalıdırlarsa, baxın, burada yazdığımda U-nu gətirib Z-in yanına yazıram. Sağdakı halda da gətirib yenə də Z-nin yanına U-nu qeyd edirəm. Aha. Gördüyünüz kimi hər ikisində artıq 3 nəfərlik qrup tamamlanmışdır. Bundan sonra yuxarıda bizə belə bir şərt vermişdi. Qayıdıram bax həmin o şərtə. Bax burada ikinci şərtdir. T ya S ya Z ilə ikisindən biri ilə eyni qrupda olmalı. Amma gördüyünüz kimi bax bu hissədə yazdığımda S və Z eyni bir arada veriliblər və buna görə də biz məcburuq ki, bizə deyilən T-ni gətirək və bu hissəyə yazaq. Bu da olmur. Niyə görə? Çünki ikisindən biri ilə eyni qrupda olmalıdır. Həm də 3 nəfərlik qrupumuz dolmuşdursa, biz artıq T-ni oraya yaza bilmərik axı. Deməli, sağdakı deyil, soldakı hala baxmaq lazımdır. Soldakı halda mən 3 nəfərlik qrupun artıq dolduğunu görürəm. Dolub bu qrup, əlavə heç kəsi yaza bilmirəm deyə bizə deyilən həmin o T-ni gətirib S-in yanına yazırıq. Ümumiyyətlə bizim cavabımız artıq hazırdır. Digər hərfləri tapmasaq da olar. Çünki sualda bizə nə deyir? Deyir ki, əgər Z və U eyni qrupda olsalar, daha hansı tələbə onlarla eyni qrupda olmalıdır? Z və U-nun yerlərini görürsünüz. Gördüyünüz kimi əlavə olaraq burada bir dənə də N adlı tələbə olmalıdır və buna görə də cavabımız olur D variantı.